Novruz bayramı her bir Azerbaycanlının kalbinin bayramıdır. Her bir insanın bayramıdır. Her bir ailenin bayramıdır. Bizim müstakil Azerbaycan torpağının Azerbaycan Respublikası'nın bayramıdır. Biraz zahmet olmasın bunu. Ya Allah, ver benim bəxtimi. Ezberliyini. Novruz bayramı dostluk bayramıdır. Mehribanlık bayramıdır. Mənəviyyat bayramıdır. Medeniyet bayramıdır. Halkımızın kahramanlığını, reşadetini, şücahatini nümayiş ettiren bayramdır. Novruz bayramı həmişə bizim xalqımızı birbiriyle daha da sık birleştirip həmişə bizim insanlarımız arasında dostluk, mehribanlık əlaqələri yaradıb həmişə insanları birbirine dost etmeye çalışıptır. Buna olacak ki Novruz bayramını bir defa sada geçirdəcəyik. O birisi Laçında, o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkəranda, Qubadlıda. Əziz bacılar və qardaşlar, sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu böyük xoşbəxtlik. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bugün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət edər. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. Bu günler biz xalqımızın en əziz bayramlarından biri olan Novruz bayramını böyük coşku ilə qeyd edirik. Bu münasibətlə mən Azərbaycan xalqını, xalqımızın hər bir nümayəndəsini ürəkdən təbrik edirəm. Hər bir xalqımızın evladına möhkəm can sağlığı arzu edirəm. Həyatlarında və fəaliyyətlərində daha böyük uğur arzulayıram. Bu bayramı Müzəffər Ali Başkomandan ölkə prezidenti İlham Əliyev öz həyat yoldaşı birinci vitse-prezident Mehriban xanımla Qarabağda keçirir və Novruz tonqalını su qovşanda yandırdı. O oraya yeni köçən insanlara evlərinin açarlarını təqdim elədi. Yəni bu nümunəvi bir addımdır Cənab Prezident tərəfindən atılan və hər dəfə belə tədbirləri Cənab Prezident Qarabağda məskunlaşan və məskunlaşmağa başlayan əhalinin arasında aparır və bununla da demək istəyir ki, mən Azərbaycan xalqının seçdiyi bir insanam, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Ona görə də Cənab Prezidenti, onun ailə üzvlərini bayram münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, onun rəhbərliyi ilə dövlətimizin uğurları daha böyük olsun. Eyni zamanda arzu edirəm ki, prezidentimizin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış məsələsi də həll olunsun və biz növbəti Novruz bayramlarının Novruz tonqalını Qərbi Azərbaycanda doğma torpaqlarımızda qeyd edək. Bayramınız mübarək olsun.